sizlərlə birlikdə uşaqlar üçün evdə hazırlanan qumlardan düzəltəcəyik. Dostlar, bu arada türkcə buna kinetik kum deyirlər. Yəni, istəyirsinizsə evinizdə öz uşaqlarınız üçün asan bir şəkildə hazırlaya bilərsiniz. Yaxşı dostlar, oynaması çox yaxşıdır. Şimdi başlayaq. Dostlar, 4 yemək qaşığı un, 1 yemək qaşığı, biraz duz, biraz isə yağ lazımdır. Bunun ilə biz qumu hazırlayırıq. Dostlar, burada unumuz var. Dostlar, ilk öncəliklə qaşığımız ilə birazca duz əlavə edib qarışdırırıq. İndi qarışdıraq. Dostlar, bunu yaxşıca qatışdırırıq və bunu qum halına gələnə qədər qaşığımız ilə yağ töküb qatışdırırıq. Dostlar, indi biz qaşığımız ilə yağ tökürük qum halına gələnə qədər. Məncə qaşıq olacaq. Məncə də. Bunu biz vermişdik, indi bir dənə. Biz sizlər üçün tezləşdirilmiş formasını çəkib qumu hazırlayıb göstərəcəyik. Dostlar, biraz daha yağ tökdük. Məncə bu qədər yetərlidir. İstəyirsinizsə əlinizlə də qatışdıra bilərsiniz. Yağını çox tökmüsünüzsə, o zaman siz yağını çox tökmüsünüzsə, yenidən üzərinə un və duz əlavə edə bilərsiniz. Bizim qumumuz biraz pis olduğuna çox az bir miqdarda yağ töküb yenidən qatışdırırıq. Daha ki, bu bir-birinə tutuşana qədər qar topu kimi. Yəni dostlar, hələ tam alınmıyor. Biraz daha yağ. Dostlar, daha yaxşı olur. Halına gəlir dostlar. Baxın dostlar. Biraz daha qatışdırıb gəlir. Çox az bir miqdarda biraz daha tökürük. Qumumuz belə elədikdə elə həmin kimi qalır. Saxla. Bu da dostlar bizim qumumuz belə oldu. İndi dostlar baxın nə gözəl oldu. Şimdi dostlar bunu yiyək. Sonradakı bir dənə sizə sürprizimiz var. Bu ulduz ilə bunu kəsirik. Çox gözəl alınır, baxın. Bir dənəsini məndə var. Burada. Burada olmur. Dostlar, ən yaxşı elə buradan qumu alıb bunun içinə doldurmaqdır. Mən görə kesimi alan daha yaxşı olar. Böyle çıxartmaq. Biraz çətin olur. Biraz çətin olur çıxartmaq. Məndə belə oldu. Əsərəm. Dostlar, bura qoyaq. Qırıldı içərisində. Şimdi Dostlar, biz əyləncəmizə baxaq. Sağ olun. sağ olun. Aşağıdan dostlar kanalımıza abunə olmağı, Like atmağı, sonra videolarımıza yeni bir əyləncə qatmaq üçün rəylərdən yeni bir fikirlər yazmağı unutmayın. sağ olun.